Əsasən aşpazlara biz necə həvəsləndirici motivasiyalar verə bilərik ki, aşpazlıq gözəl bir sənətdir, bu sənəti seçməyə üstünlük versinlər. Mən onu birinci deyirəm, əmək haqqısı ilə. Bu realdır ki, yaxşı bir əmək haqqı əldə etmək olur, yaxşı aşpazlıq. Əmək haqqısını indi o da düzdür, yəni ki, əmək haqqısı bu dəqiq kimsə pulsuz işləmir ki, sadəcə onun həvəsi olmalıdır. Bu sənətə özünə də hörmət, bu sənətə çox böyük hörməti olmalıdır. Yəni, mən çəkdiyim əziyyətlə heç vaxt onu itirə bilmərəm də, çünki əziyyət çəkə-çəkə gəlmişim. Tək aşpazlıq da deyil, bu bir işdir, yəni ki, aşağıdan siflədən başlayırsınız, gedirsiniz yuxarıya, düzdür. Kimsə birdən belə gedir, direktor olmur ki? Yox, illər lazımdır. Bir orta aşpaz olmaq üçün mən deyim, götürüldüyüm vaxt mənim, düz bizim kurs 7 aydır, amma mən deyim sizə, təcrübə ilə artırmaq dərslərə, məşğəl dərslərə bir il ortalama bəs edir. İlkin bacarıqları görür. İlkin bacarmaq üçün əlbəttə ki, ən azı, heç olmasa zilənq olmalıdır, göz açıq olmalıdır. Sözsüz, göz açıq olması çox çətinlik çəkir. Hardan minə çəkir, bəli. O ki, olur uşaqlar ki, ev uşaqlardır, heç kəsin təhkik edəmək istəmir. Yəni ki, sakit, çox sakit, durub bir qıraqda fikirləşir, bu haradasa, bu görün, bu ulduz haradasa deyil, haradan düşədir, bu əlimi tutsun. Yəni ki, o elə şey olmur. Olmur. Kimsə bu, yəni ki, indi kursda sizdə gəlirik, görkədirik, canlanmaq, amma əslində restoranlarda qalanır, heç kəsin kursda deyil. Öyrətdir, yox. Ancaq öz zirəngin olmalıdır ki, öz gözün bacarığın olmalıdır ki, özün gəlməlisən, baxmalısın ki, filan şey, o şey, dayışır, yəni ki, oxumusan axı bunu, dayışır, istərsəniz kitabın var, dəftərin var, o internet maşallah, hər bir şey var, yəni ki, o insan özü-özündən işləməlidir, irəli getmək üçün. Kimsə gətirib, sənə əlindən tutub, aparması bilməz ki, gəlməsən irəli aparım. Elə şey yoxdur. Hər peşədə olur. Hər peşədə bir şey olur. Hamid Selver aşpazı da var. İndi özü də kimi öyrənirəm. Ümumi bu elə sənətdir ki, bu elə bir sənətdir ki, biz hələ də kimsə deyə bilməz ki, mən filan şeyin hər şeyi o bilirəm. Xeyr əzizim. Xeyr əzizim. Mən bunun bilmək üçün bilməyin nöqtərindən yerə gələndə Qarıcı da gelmişəm, Moskvaya da gelmişəm, İzirə də gelmişəm, o bölümətlərine, yəni ki, bəli, işlə də bağlı, oxumaq da bağlı, yəni ki, elə bir şeylərlə insan öz üstü üzərində, özünə görə işləməlidir, bəli, irəli gedmək üçün, ölgəməz, öz əlimizdədir. Yaş fərqi yoxdur demişim. Yox, yaş fərqi yoxdur. Ümumi ölgəməmək ayıb.